Siz bilirsiniz mən Elgizin demək olar ki, bir dənə də buraxılışını buraxmıram. Özdə tez-tez şəklində çəkib paylaşıram ki, bugünü Elgizdə izləyə baxıram. O qızın axırı nə oldu, sonra mənə danışarsan, hə, bugün konsertdəyik. Görəm həyəcan yoxdur. Var. Həyəcan var. Nəyin həyəcanı? Artist eləyirəm, yığmağa çalışıram, amma içəridə var. Nəyin səhnə həyəcanı. Heydər Əliyev sarayından əsas səhnə var, o tərəfə var. Üçüncü dəfə bura çıxıram, ölürəm həyəcanın, içim gedir. Sən doğmasan da sənə danışa bilərəm də. Allah haqqı, demək məşqlərdən öncə kostyumlarımı hazırlamışam, tikmişəm. Sonra məşqlərə başladıq. 5 kilo arıqlamışam. Bütün paltarlarım belə əynimdən düşür. Bir bu həyəcan. Sonra indi röyə gəlir, istəyirəm hər şey istədiyi kimi olsun, arzuladığı kimi olsun. Tamaşaçılar gözəl qarşılasın gedişatı. 2 saat canlı proqram, canlı ifa, vokal, canlı səs, canlı ifadan qorxmayan kimdir? Yes. Konsertdən sonra bir istirahət edək. Gedək Maldiv adalarına 200 nəfər heyətlə bir yerdə. 200 nəfər heyətimizlə konsertdən sonra gedirik Maldiv adalarında dincəlirik, özümüzə gəlirik. Çünki bu uşaqların hamısını 2 ayda mən stresə salmışam. Adam gündə nə qədər dalaşar, adam gündə nə qədər bağırar. Elgis gəlir amma bax, hazırlaş, qəşəng iynəli, atmacalı, ləzzətli, qıcıqlandırıcı suallarınla sənin verişində olacam. Amma başqa qonaq çağırmaq istəyirəm. Biz yetər. Əlbəttə həyəcan olmalıdır. Görün bu qədər insan qarşısına çıxmaq, onların könlünü oxşamaq, ruhunu oxşamaq, bu çox çətin məsələdir. İndiki zamanda ümumiyyətlə bildiyim qədər az saylı müğənnilər Respublika Heydər Əliyev sarayını doldura bilir tamaşaçı ilə və o az saylı müğənnilərdən biri də Murad Arifdir. Murad Arif niyə görə sevilir? Çünki Murad Arif keyfiyyətli musiqilər ifa edir. Bizim ruhumuzu oxşuyur. Pis mahnılar heç vaxt o təqdim etməyib. O əsl Azərbaycan estradası Murad Arifin bizə təqdim etdiyi mahnılardır. Hər şey yüksək səviyyədə. Artıq səhv eləmirəmsə 3-cü dəfədir Muradın konsertində mən iştirak edirəm. Hər dəfədə o qədər böyük zövq alıram ki, Murad, mən sənə uğurlar arzulayıram, uğurların bol olsun. Yaxşı ki, sənin kimi bizim müğənnilərimiz var, əzizim. Murad, canım, gəl əzizim, gəl və bütün bu təəssüratları efirdə bölüş bizimlə. Gözləyirəm. Onun yerinə mən də burada həyəcanlanıram. Ona uğurlar arzulayıram. Bizim üçün, yəni mənim üçün şəxsən Muradın əzmi, zəhmətkeşliyi, sənətinə bu qədər verimli sənəti ilə bu qədər verimli çalışmağı, bu qədər insanın sevgisini qazanmaq həqiqətən də örnəkdir. Onun çox gözəl proqramı var idi. Mən tez-tez gedirdim canlı musiqi ilə. Sözün düzü haçansa oxuyacağını, musiqi bəstələyəcəyini ağlıma gəlməzdi. Sonra da qəşəng mahnılar yazmağa başladı. İndi də ki, maşallah. Birinci dəfə konsertinə gəlmişəm Muradicin. O necə möhtəşəm, həmişə xoşbəşən, baxışı tapmaca. Həm yaxşı musiqiçidir, müğənnidir, mahnıların müəllifidir, aparıcıdır, bizim həmkarımızdır. Deməli, hər şey yaxşıdır və bundan da yaxşı olsun. Mən Murada uğurlar arzu eləyirəm və mən bütün konsertlərdə olmuşam. Onun həm ifasını, həm mahnılarını insanlar sevir. Allah ona can sağlığı versin. Necə möhtəşəm, həmişə xoşbəşən, baxışı tapmaca.